Həyat yoldaşım Türkdür, biz Antalyada yaşayırıq. Kişiləri, yəni həyat yoldaşlarına həddən artıq çox kömək edir ev işlərində. Pəncərə də silirlər, nə bilim, paltar da ütülüyürlər. Çox nadir kişilər mən düşünürəm ki, Azərbaycanda ev işlərində həyat yoldaşlarına kömək eləyir. Mən normal baxıram xaricindən ailə həyatı quran insanlara. Çünki niyə də olmasın, kimlə xoşbəxtsənsə onunla da ailə həyatı qurmaq çox normaldır. Xarici, Azərbaycanlı, Türkiyəni fərq eləməz. Ərəblərə son vaxtlar diqqət göstərir xanımlarımız. Bu da təbii ki, maddi imkanla, maddi durumla bağlıdır. Görünür, ərəblərdə aylıq gəlir güclüdür. Budur ki, bunlar fikirləşirlər ki, xaricilərə evlənsələr, gedərlər, xarici görərlər. Amma mən hesab eləyirəm ki, o ölkədən çıxmaq üçün yaxşı bir vasitədir. Mənim anam, atam da xarici vətəndaşlarıdır. Atam Azərbaycanlı, anam xaricidir. Yaxşı baxmıram düzü. Çünki öz millətimizlə evlənsə daha yaxşı olar. Həm fikir ayrılığı olmaz, eyni dil, eyni din. Türklər daha çox Azərbaycanlı xanımlarla evlənməyə başlayıb. Bunun səbəbi nədir? Azerbaycan kızları çok güzel.